Bürclərin 28 noyabr üçün ən düz yığcam və net proqnozu. Qoç, bugün sürətlə qərar verə biləcəksiniz. İşdə yeni xəbər gələ bilər. Pul məsələlərində ehtiyatlı olun. Buğa, danışıqlar və anlaşmalar üçün uğurlu gündür. Əhvalınız yüksəlir. Kiçik bir pul girişi mümkündür. Əkizlər, günün ritmi dəyişir. Gözlənilməz görüş və ya mesaj ala bilərsiniz. İşdə yenilik var. Xərçəng, ev və ailə ilə bağlı məsələ ön plana çıxır. Sakit qalsanız gün sizə xeyir işləyəcək. Şir, aktiv və enerjili gündür. Uğurlu xəbər tez gələ bilər. Dəvət və görüşlər çoxalır. Qız, pul və işlə bağlı gözlədiyiniz bir məsələ aydınlaşır. Planlarınız yoluna düşür. Tərəzi, günün enerjisi sizə şans gətirir. Yaradıcı işlər üçün uyğun gündür. Emosiyalara qapılmayın. Əqrəb, sir kimi saxlanan bir məsələ aydın ola bilər. Maddi tərəfdən dəstəklənirsiniz. Ox atan, görüşlər, ünsiyyət, planlar hamısı uğur gətirə bilər. Şans dalğası başlayır. Oğlaq, iş yükü artsa da nəticə sizin xeyrinizə olacaq. Pul ilə bağlı gecikmiş xəbər gəlir. Dolça, yeni ideyalar və sürprizlərlə dolu gündür. Dəqiq addım atsaz, şans sizin tərəfdədir. Balıq, intuisiyanız çox güclüdür. Maliyyə və şəxsi həyatla bağlı gözlənilməz rahatlıq yaranır.